فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ əcməin. İzzətivə and olsun, bunları azdıracam. Allahın izzətinə and içib, kişi kimi də andının üstündə dayanır axıracan ki, bunları azdıracam. Və işimin adı budur. İşinin adı bundan ibarətdir. Mən bunu böyüdürəm sizin gözünüzdə şeytanı. Onun bir müsbət cəhəti var ki, adam Allaha pənah aparır. Əuzu billah minəşşeytanirracim. Bu hal yaranır insan. Gedirsən Allahın qapısına ki, ilahi, mən bununla bacarmıram. Sən mənə kömək elə. Bu hal səndə yaransa ki, sən kömək elə, mən bunun burnunu yerə sürtüm, Allah dirindir, sən çəkil qırağa, mən bilərəm, o bilər. Sən ortada bəhanə olarsan. Sən pənah apara bilsən, ondan çəkinib Allaha sığınsan, o başlayacaq səndən çəkinməyə. Sən bir dənə Allahdan bunu istə ki, məni tək qoyma bu davada. Əl mənim olsun, vuran sən ol. Sən meydana gir. Allah da meydana girdisə, İnnə keydə şeytan kana zəifən. Deyir, onun hiləsi çox zəifdir. Hansı halda zəifdir? Allah meydana gir. Allahın meydana biz gətirməliyik. Necə? Ona sığınmaqla. Elə bir güclü adamım var. Çox. Mən lap da sadə izah edirəm ki, hamı başa düşsün. Bir enli, kürəkli, möhkəm, şücayətli bir adamım var. Deyir, sən gəl bir dənə mənə denən. Gəl mənim arxamda gizlən, görüm sənə kim nə deyə bilir. Ondan sonra heç kəs də qabağına çıxa bilmir, heç yaxınına gələ bilmir. Bizdən bu tələb olunur. Əməlin özündən mühüm budur ki, əməl bizdə nə xüsusiyyətlər yaradır? Hansı xüsusiyyətlər yaradır? Əməl hansı sifəti yaradır məndə? Ona görə Peyğəmbər buyurur ki, əgər bir kəs günah eləmədisə, onun üçün bir şeydən qorxuram ki, o günahdan da pisdir. Nədən qorxuram? Deyir, kaş o günah eləyərdi, amma özündən razı olmazdı. Hal mühümdür, xüsusiyyət mühümdür. İbadətin səndə yaratdığı hal, xüsusiyyət mühümdür. İbadət eləyib özündən razı olacaqsansa, Peyğəmbər buyurur, bu haldan qorxuram. Günah eləyib özündən razı olmamaq, özünü günahkar saymaq. Ona görə də bəzən bizim başımız əməllərə qarışır, əməllərimizin təsirini şeytan alır bizdən, əks təsir verir. Qərar verilmişdir ki, biz ibadət eləyək ki, yaxşı xüsusiyyətlər yaransın bizdə, ibadət eləyirik, pis xüsusiyyətlər yaranır. Günah tövbə də eləmirik axı, günahdan tövbə eləyərlər də, deyirik, biz yaxşıyıq, ibadət, şeytan gəlir, əks təsirinə çevirir, müsbət təsirini mənfiyyət çevirir. Niyə bu qədər deyiblər, əməl eləyin, əməl eləyin, əməl eləyin? Xahiş edirəm mənim sözlərimi təhlil eləyin. Bax, bu qədər deyirlər, əməl eləyin, əməl eləyin, nə üçündür bunlar? Çünki əməl xüsusiyyət yaradır insanda. Əməlin, ibadətin fəlsəfəsi var. Əməl insanda bir hal yaradır. İmam Rıza aleyhissalam buyurur ki, لِأَنْ لَا يَكُونُ نَاسِينَ لِذِكْرِهِ. Buyurur ki, ibadət bunun üçündür ki, Allah yadlarından çıxmasın insanların. Allahı unutmamaq üçün ibadət eləməlidirlər. Gündə yada salır. Namaz nə üçündür? Namaz budur ki, məni yaradıblar, məni yaradan var. Deyə bilərsən ki, hamı burada bilir də məni yaradan var. Bilirsiniz, insan belə bir varlıqdır ki, deməklə, eşitməklə, oxumaqla yadında qalmır. Əməliyyatlar olmalıdır hər gün ki, o ruhuna hopsun və doğrudan da bilsin. Ona görə bizə əmələ təşviq edirlər. Bax, bura indi gəlmişsiniz, günün gün orta çağı, yəqin kimsə işin qoyub, dərsin qoyub. Dərsin qoyub deyəndə, yəni dərsdən çıxıb, qaça-qaça gəlib, hərə bir yerdən gəlib. Nə üçün yığışmışıq bura? Arxada ayəsi var onun. Ya eyyuhəl-ləzina amanu, İza nudiyə lis-salati min yevmil cumu'a, fəs'av ilə zikrillah və zarul bəy'. Ey iman gətirənlər, cümə günü namaza çağırıldığınız zaman demirin namaza tələsin. Deyir, fəs'av ilə zikrillah, Allahı yad eləməyə tələsin. Gəlmişsiniz ki, yadınıza düşsün Allah var. Həftədə bir dəfə hamımız toplaşaq, yığışmışıq bura, hey bir-birimizin yadımıza salaq. Mən 2 saat danışıram burada ki, yadımıza düşsün Allah var.
Bu gəlməyin təsiri bu olmasa mənası yoxdur. Adam var, gəlib oturub burada fikri başqa yerdədir. Hasıl olmadı, nəticə hasıl olmadı. Önəmli gəlmək deyil, nə üçün gəlməkdir. Önəmli etmək deyil, nə üçün etməkdir. O nə üçünlərdir nəticə. Əməllərin nəticəsi bəndəlik xüsusiyyətlərinin insanda yaranmasıdır. La tarikinə li ədəbi deyir, əməli Allah ona görə vacib buyurdu ki, ədəbi tərk eləməsin insan. Nə deməkdir? Yəni o qədər baş üstə deyə Allaha. Elə əməl. Nəticədə o baş üstə xüsusiyyəti yaransın səndə. Baş üstə bir sifətdir, haldır ki, mən ona baş üstə deməliyəm. Bunu gərək çox baş üstə deyəsən, eləyəsən, onun dediyini təkrar eləyəsən, axırda ruhun incəlsin, onun qabağında təslim olasan. Bax, bu halı yaratmaq üçündür. Allahın əmrini yerinə yetirir ki, insan bəndə olsun. Əvvəl vaxtda namaza niyə bu qədər təkid ediblər? Çünki ağa səni çağırır, bəndənin nə haqqı var? Deyir, gəl bura, gəl mənə ibadət elə. Sən gedirsənsə, başqa işin dalıyca gecişdirirsənsə, deməli çağırdı, yox dedim, bu da bəndəliyə ziddir. Axı, sən bəndə yaranmışdın. Bəndənin nə haqqı var ki, o çağırsın, gedib onun huzurunda durmasın. Bunu xatırlatmaq üçündür. Haram yemə nə üçündür? Haram tikə yemə nə üçündür? Onun üçündür ki, üsyan xüsusiyyəti insanda yaranır. Onun bitirdiyi ət var bədəndə. Onu gərək çox zəhmətlə əridəsən ki, sən qayıdasan o fitrət və bəndəlik halına. İslamın gözəlliyi bax bundadır ki, bizim hər gün əmrlərlə bizi bəndəlik yolundan, cızığımızdan çıxmağa qoymur. Əmrləri verir ki, bizdə o hal yaransın. Mən bir xristiyan keşişin söhbətinə qulaq asmışdım, yəqin ki, rus dilində idi, siz də yəqin eşitmişsiniz. Bu yaxınlarda çox onu yaymışdılar. Deyirdi ki, müsəlmanların bizdən fərqi budur ki, gündəlik ibadətləri var və onlara bəndə olduğunu xatırladır. Hər gün namaz, hər dəqiqənin bir hökmü var. Bizim dinimiz bizi Allaha belə bağlayır ki, hər saniyə ondan əmr alırsan və onu icra eləməlisən. Bir kəs uğrunda bir dənə misal deyəcəm sizə, bəlkə də aydınlaşsın. Bir kəs uğrunda bir əməl edirsənsə, o əməl səni o kəsə bağlayır, sənin ona etimadı artırır. Birinə pul vermirsən, şəriksən. Pul vermirsən, o da sənin üçün iş görür. Başqası gəlir sənə deyir ki, o düz adam deyil. Sən dərhal nə edirsən? Sən dərhal başlayırsan o pul verdiyin adamı müdafiə eləməyə. Çünki sərmayə qoymuşsan axı. Yox, ola bilməz, mən araşdırmışam. İnanmaq istəmirsən onun pis adam olmağına. Niyə? Çünki onun üçün nəsə xərcləmirsən. O pislədikcə sən tərifləyirsən. Amma ona heç nə verməmsən, hələ istəyirsən, araşdırırsan ki, bir şey, hələ onun yolunda heç nə eləməmsən. Araşdırırsan ki, bununla bir iş qurum, qurmayayım. Biri deyəndə ki, yaxşı adam deyirsən doğrudan, başlayırsan inanmağa. Axı bir şey çıxmayıb canından onun üçün ki, onu müdafiə eləyəsən, ona bağlanasan. Birinin yolunda bir şey xərcləyəndə başlayırsan ona etimad eləməyə çalışırsan, ona bağlanırsan, özündən asılı deyil bu. Bunun ayəsi nədir Quranda? Fa'bud rabbəkə hətta yətiyəkəl yəqin. Allah'a o qədər bəndəlik elə ta ki yəqinə çatasan. Yəqinə çatana qədər. Əməl elə, yəni sərmayə ver ki ona bağlanasan. Onun yolunda xərclədikcə ona yaxınlaşasan. Fa'bud rabbəkə hətta yətiyəkəl yəqin. Deyir, ubudiyyət xüsusiyyət yaratmalıdır. Ubudiyyətin nəticəsi mən 50 il ibadət edirəm. Axırı nədir? Allah qiyamətdə saymayacaq ki, neçə dənə namaz qılmısan. Deyəcək, yaxşı, filan qədər namaz, filan qədər oruc, filan qədər Quran, filan. İndi kimsən, nə oldun axırı bundan sonra? Bəndə ola bildin ya yox? Yox, elə mən elə ibadət edirdim. Buydu mu məqsəd? Nələrisə edəsən. Fa'bud rabbəkə hətta yətiyəkəl yəqin. O qədər ibadət elə ki, səndə bir xüsusiyyət yaransın, sən inanasan ona, qəlbən bağlanasan, o qəlbi bağlılıq onun yolunda sərmayə verməklə, xərcləməklə olur. Əhl-i Beyt məhəbbəti də belədir. Niyə deyirlər gedin əzadarlıq məclisinə? Niyə deyirlər gedin Kərbəla ziyarətinə, Məşəd ziyarətinə? Niyə deyirlər ki, İmam Hüseyin yolunda pul xərclə. Xərclədikcə etimadın çoxalır, məhəbbətin çoxalır,
bağlanırsan, səndə bəzi xüsusiyyətlər əməllə yaranır ancaq. Əməl bunun üçündür. Bundan qıraq sən əməli, bizim səhvimiz budur ki, biz əməli müstəqil bir şey kimi qəbul edirik. Bu yoxdursa, əməlin heç bir dəyəri yoxdur insan üçün. Xums verirsən imamlara, imam puludur deyir, yarısı imam malıdır. Nə üçün? Bugün malından xərcləyəsən ki, sabah canından da kesəsən. O alimlərə insanlar xums ödəyir, alimin etimadı, etibarı çoxalır insanların içində. Alim sevilir. Çünki onun üçün nəyindənsə keçib. Onun üçün deyəndə, yəni ona verib, etimad eləyib. Sabah məsələn, onun barəsində pis söz deyəndə inanmır. Çünki axı nəyinsə verib, inanmaq istəmir, inanmağı gəlmir. Əməl də bizi Allaha bağlayır, o qədər bağlayır ki, şeytan gəlib ondan bizə pis söz danışanda inanmaq istəmir. Deyir, yox, mənim Allahım belə ola bilməz. Axı nə qədər xərcləmişəm yolunda, nə qədər keçmişəm.